Doktorlar da bilirmi ciğerin acısını, ciğerin acısını. Türkiye'nin məşhur müğənnisi Volkan Konak bir mahnısında belə deyirdi: Doktorlar haradan bilsin insanın canının ağrısını? Bəzən belə düşünülür ki, həkimlər xəstənin ağrısını, dərdini tam anlamır. Sizcə bu fikir nə dərəcədə doğrudur? Həkimlər doğrudan da soyuqqanlı olur, yoxsa bu onların peşə borcu naminə taxdıqları bir maskadır? Həkimlərin öz peşə davranışlarına görə duyğularını göstərməməsinin nəticəsidir. Başa düşdüm, o əslində çox məntiqli bir şeydir. Biz hələ institutda, tibb universitetində oxuyanda bir tibbi propedevtika fənni tədris olunurdu. Orada belə bir şey deyildilər ki, pasiyentin danışıqlarının hamısı subyektivdir. Yəni, yaxşı həkim odur ki, bunu mütləq obyektiv olaraq sübuta yetirsin. Yəni, sabah sənə xəstə deyəndə ki, mənim diaqnozum nədir və sən onu əsaslandırmalısan ki, buna görə bu diaqnoz sənə qoyulub. Yoxsa xəstəni dinləyib diaqnoz qoymaq olmaz. Mütləq onun şikayətlərini sübut eləmək lazımdır faktlarla. Çox belə maraqlı iki başlı bir sualdır. Mən də iki başlı suala iki başlı cavab verəcəm. Birinci növbədə o sualın açıqlaması, həkimlər ümumiyyətlə soyuqqanlıdırlarmı? Yox, həkimlərin emosional zəkası üstündür. Yəni, impulsiv deyirlər, emosional deyirlər. Hər bir situasiyaya o əziyyət çəkmiş pasiyent kimi reaksiya verməliyikmi? Yəni, sualın cavabı budur. Bəyəm, ağrıyanla ağrımalıyıq mı biz? Ağrının intensivliyi var. Həkim o ağrının intensivliyinin kriterlərini bilir. Artıq o intensivlik ağrının 10 ballıq cədvəl üzrə qiymətləndirir. Bu insanın ağrısı 3 ballıqdırsa 3 ballıq preparat yazır. Amma qarşı tərəf deyir ki, yox, mən ölürəm. Yəni, ölürsənsə, niyə yaşayırsan o zaman? Yəni, sənin öldüyü və həkim müşahidə eləmir. Buna da laqeydlik və soyuqqanlılıq demək, bu absurd bir şeydir. Yəni, iki başlıdır. Qarşı tərəfin ağrısı onun üçün 10 baldır, həkim üçün 3 baldır. O insan ömründə o ağrı ilə rastlaşmayıb, amma bu həkim, bu soyuqqanlı deyilmiş həkim, deyilən həkim, bu isə hər gün o ağrı acı ilə rastlaşır deyə artıq onun üçün qışqırıb deməsən ki, mənim 10 ballıq ağrım var, sən mənə niyə dəstək və yardım göstərmirsən, mən axı ölürəm burada deməsi, bu onun subyektiv düşüncəsidir. Həkimin soyuqqanlığı isə, yəni onun 10 ballıq deyil, 3 ballıq ağrısına görə soyuqqanlı durur. O düşünür ki, mən ağrıyıramsa hər kəs ortalıqda panikaya düşməlidir, hayküy salmalıdır, hər bir tərəfə qaçmalıdır. Kimsə nəsə davamlı olaraq, yəni bu qarşı tərəfin tələbləridir. Amma normalda həkim soyuqqanlıdırmı? Yəni heç də deyil, həkim adekvatdır sadəcə, soyuqqanlı zat deyil. Təbii ki, belə subyektiv düşüncələr var, amma bu bizim cəmiyyətə məxsusdur. İnandırım sizi, digər cəmiyyətlərdə belə hallar az rast gəlir. Məncə, profesional həkim soyuqqanlıdır. İşini bilən həkim soyuqqanlıdır. Bu cür olmalıdır. Amma bu demək deyil ki, biz xəstənin ağrı acısını anlamırıq, empati duyğumuz yoxdur. Bizim xəstə yaxını ilə uzaqlaşıb ağladığımız belə olubdur. Amma o lazımlı vaxtı, lazımlı qərarı vermək üçün sən soyuqqanlı olmalısan. Çünki bu qərarlar, o xəstənin həyatı taleyi sənin əlindədir. Sən verdiyin qərardan asılıdır. O yüzden sən burada məcbur soyuqqanlı olmalısan. Bu əslində həmçinin də mənə görə peşəkarlığın bir göstərgəsidir. Yəni ki, həkimlik sahəsinə görə bu dəyişilir, mən elə deyərdim. Ki, deyirlər, məsəl üçün cərrahlar daha belə emosiyasız olurlar, qəddar olurlar və s. Amma bu peşənin yanında gətirdiyi bir faktordur. Çünki müəyyən bu ixtisas həkimləri əsasən də cərrahlar emosional hərəkət eləyə bilməzlər. Ağır bir diaqnozla gəlirsə, yəni ki, və buna əməliyyat lazımdırsa, bu bildirməlidir ki, cərrahın öz duruşu ilə, yəni ki, bu doğrudan da lazımdır və bunu dəqiq eləmək lazımdır. Ondan əlavə cərrah əməliyyat zalında, şöbədə xəstəni müalicə eləyəndə emosional yanaşa bilməz. Sərt olmalıdır, dəqiq olmalıdır, emosiyasız olmalıdır və rasional olmalıdır. Və bu vəziyyətdə bütün günü bu insan, bütün günü bu vəziyyətdədir.
Ondan sonra da müəyyən dərəcədə istər-istəməz vaxt keçdikcə indi cəmiyyət arasında o cərrahin qəddarlığı deyilir. O əslində cərrah olaraq hər şeyi başa düşür, hər şeyi anlayır. Sadəcə bütün məsələlərə emosiyadan çox vaxt keçdikcə daha rasional, daha məntiqlə yanaşır. O da bəlkə də qıraqdan daha çox qeyri-emosional, duyğusuz kimi görünür. Əslində xəstəlik və xəstə düşündüyümüz zaman həkim bu barədə praktiki təcrübəsi, bilgisi olduğu üçün o ağrının şəklini, ağırlığını hiss eləyə bilir. Amma belə bir şey vardır ki, mən də xəstələrimə deyərəm ki, ağrı hər bir xəstədə fərqli şəkildə, ağrı subyektiv bir məfhumdur. Hər bir xəstədə fərqli hiss olunur. Ona görə xəstənin ruh durumu, xəstənin psixolojik vəziyyəti xəstənin ağrısını daha da artdırır. Məhz ona görə də bir çox həkim, mən də daxil, daha soyuqqanlı davranırıq ki, xəstə özündə güvən hiss eləsin ki, bəli, bu problem rahatlıqdır, bu problem qorxulu deyil, amma ağrı olmalıdır. Xüsusən əməliyyat sonrası xəstənin, biz də bilirik ki, kəsilən bir orqanın, toxumanın 12 saat pik ağrısı olur və tədrici olan ağrı azalır. Bu bilinən bir bilgidir və ağrı itir. Biz bu ağrını belə anlatırkən deyirik ki, bəli, bu normaldır. Bir kərə buna qarşı reaksiya. Amma bu ağrını ruhən, bədənən var olduğunu hiss eləyib, tədricən sağalmanızı və səbirli olmanızı istəyirik. Bəli, bizlər tam bir xəstənin ağrısını hiss eləyə bilmərik. Mümkün deyil. Amma bizim qarşı tərəfi daha güvənli, daha rahat olmamız üçün soyuqqanlı davranmamız vacibdir. Tam tərsi, bizlər də xəstələr kimi acınacaqlı və çəkingən bir durumda olursa, xəstəyə daha çox narahat edər bu vəziyyət. Buna xüsusi diqqət etmək gərəkir deyə düşünürəm. Herkesin bir derdi var, durur içerisinde, durur içerisinde.